Amerika Birləşmiş Ştatları İran danışıqları Pakistanda olacaq. İran münaqişəsinin nizamlanması üzrə danışıqlar yaxın günlərdə Pakistanın paytaxtı İslamabadda baş tuta bilər. Pakistanın Xarici İşlər Naziri Məhəmməd İshaqdar bunu Misir, Türkiyə və Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirləri ilə məsləhətləşmələrdən sonra keçirilən mətbuat konfransında açıqlayıb. Onun sözlərinə görə Pakistan tərəflər arasında əsaslı danışıqlar üçün platforma rolunu oynamağa hazırdır. İki tərəf arasında məzmunlu danışıqlara ev sahibliyi etmək, mövcud münaqişənin hərtərəfli və davamlı həlli üçün yaxın günlərdə onları asanlaşdırmaq Pakistan üçün şərəf olacaq, Dar deyib. O, həm İranın, həm də Amerika Birləşmiş Ştatlarının danışıqlara kömək məsələsində Pakistana inamını ifadə etdiklərini vurğulayıb. Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirləri münaqişənin həlli yollarını müzakirə ediblər. Biz regionda müharibəyə mümkün qədər tez və birdəfəlik son qoymaq yollarını müzakirə etdik. Biz razılaşdıq ki, bu müharibə heç kimə faydalı deyil, yalnız itkilərə və dağıntılara səbəb olacaq. Pakistanın Xarici Siyasət İdarəsinin rəhbəri əlavə edib. Xatırladaq ki, Amerika Birləşmiş Ştatları və İsrail fevralın 28-də İrana qarşı birgə əməliyyata başlayıb.